Bu cür əmmamə və ya baş geyimi artıq əməlsiz alimlərin, İslam alimlərinin geyiminə çevrilmişdir. Onlar bunu özlərini adi insanlardan, kütlədən fərqləndirmək üçün bir vasitə kimi istifadə edirlər. Bu, onların Allah Rəsulunun nümayəndələri olduqlarını göstərmək və cəmiyyətdə xüsusi bir status qazanmaq üçün bir yol kimi qəbul edilir. Onlar bunu münafiqcəsinə edir. Peyğəmbərə iftira atır. Zamanın imamını tərk edirlər. Və Muhammed Peyğəmbərin də sallallahu aleyhi və ali haqlı olaraq təsvir etdiyi kimi, axirət zaman alimləri səmanın altındakı ən şərli məxluqlar olurlar. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ilaimu al-Mahdina ve salam teslima. Assalamu alaikum wa rahmatullahi wa barakatuh. My dear brother Mahmoud. Wa alaikum assalam wa rahmatullahi wa barakatuh. Thank you for joining me. It's a great honor for me. The honor is all mine. Pek kanalında və sosial media platformalarımızda bir çox insan bu qara papaqlar haqqında sual verir. Qara papağın ardındakı səbəb nədir? Niyə hamımız bu qara papaqları taxırıq? Baş örtmək, baş geyimi, papaq və ya kep taxmaq uzun zamandır dinlə əlaqələndirilir. Yahudilikdə bildiyiniz kimi ibadət edən yahudilər başlarını örtürlər. Xüsusilə də dua edərkən. Amma bəzi yahudilər əksər vaxt başlarını yarmülkə və ya kipə ilə örtürlər. Bunun səbəbi isə başlarının üzərində onlardan daha böyük bir qüvvənin olduğunu xatırlamaq və daim Allah qorxusunu düşünməkdir. Bu həm də təvazökarlığın işarəsidir, elə deyilmi? Eyni təlimə İslamda da rast gəlirik. Xristianlıqda isə bu ənənə yoxdur, baxmayaraq ki, İsa və onun həvariləri başlarını xüsusi bir örtük ilə örtərdilər. Bunu bir çox sənət əsərlərində və İsa ilə həvarilərin təsvirlərində görə bilərsiniz. İsa və həvarilər yahudi idilər. O zaman yahudilərin etdiyi təlimlər və geyim tərzi İsa və həvarilərin geyim tərzi ilə eyni idi. Amma Pavel bir bəyanat vermək istəyirdi. Belə ki, o kişilərə baş geyimi geyinməyi qadağan etdi. Qadınlara isə baş örtüyü taxmağı vacib etdi. Beləliklə, o yahudi ənənəsini tamamilə dəyişərək, kişilərin baş və saçlarını örtməkdən qadınların baş və saçlarını örtməsinə keçidi təmin etdi. O dedi ki, qadın bunu etməsə, Allah onun dualarını qəbul etməz. İslamda isə yahudilikdə kişilərin başlarını örtməsi ilə bağlı mövcud olan ənənənin davam etdiyini görürük. Muhammed Peyğəmbərin sallallahu aleyhi və ali başını örtməsi ilə bağlı məlumatlara rast gəlirik. İslama tabe olan ərəblər də başlarını örtərdilər. Onlar müəyyən bir növ baş örtüsü taxırdılar ki, buna əmmamə deyilirdi. Bu gün də əksər insanlar bunu bilirlər. Çünki Orta Şərqdə bir çox ərəblər bunu gündəlik geyimlərinin bir hissəsi kimi taxmağa davam edirlər. Muhammed Peyğəmbər sallallahu aleyhi və ali rəvayətlərdən birində buyurur ki, əmmamə ərəblərin tacıdır. Onlar onu tərk edəndə şərəf və ləyaqətlərini də tərk edərlər. Beləliklə o, əmmaməni ərəb xalqının şərəfi ilə əlaqələndirirdi. O deyirdi ki, əgər şərəfinizi itirmək istəmirsinizsə, əmmamə taxın. Ərəblər nə vaxt əmmamələrini tərk etsələr, onunla birlikdə gələn şərəfi və ləyaqəti də itirərdilər.
Bununla belə o, əmmamə taxmağı vacib etmədi. Bu məcburi deyildi. Lakin bir insanın baş geyimi geyinməsi açıq şəkildə tövsiyə edilirdi. Bu gün əmmamə və ya baş geyimi artıq əməlsiz alimlərin, İslam alimlərinin geyiminə çevrilmişdir. Onlar bunu özlərini adi insanlardan, kütlədən fərqləndirmək üçün bir vasitə kimi istifadə edirlər. Bu, onların Allah Rəsulunun nümayəndələri olduqlarını göstərmək və cəmiyyətdə xüsusi bir status qazanmaq üçün bir yol kimi qəbul edilir. Onlar bunu münafiqcəsinə edir. Peyğəmbərə iftira atır. Zamanın imamını tərk edirlər. Və Muhammed Peyğəmbərin də sallallahu əleyhi və aleyh haqlı olaraq təsvir etdiyi kimi axirət zaman alimləri səmanın altındakı ən şərli məxluqlar olurlar. İndi isə bu geyim alimlərlə əlaqələndirildiyi üçün biz bu cür geyimlərdən istifadə etməməyi üstün tuturuq. Biz əmmamə taxmağı xoşlamırıq. Çünki insanlar bizi onlarla qarışdırar. Bizimlə onların fərqini anlamaya bilərlər. Buna görə də bu bir öhdəlik olmasa da, mən qara papağı öz tacım kimi qəbul edirəm. Mən bu baş geyimini taxıram və bunu qürurla edirəm. Çünki bu papaq işləyən insanların simvoludur. Bu papaq ilk olaraq işləyən insanın bütün gün çöldə işləyərkən, az maaşla ailəsini dolandırmaq üçün soyuqdan qorunması məqsədi ilə icad edilmişdir. Və dünyanın hər yerində insanlar bunu geyinməyə başladılar. Və bu kasıb insanın, işləyən sinifin simvoluna çevrildi. Məhz buna görə biz o insanların, kasıb insanların və işləyən insanların nümayəndəsi kimi çıxış edirik. Platformalara çıxıb özümüzü insanlardan üstün göstərmək üçün deyil. Biz bu papağı bir simvol, bir baş geyimi, Allahın bizdən üstün olduğunu xatırlatmaq və bizi təvazökar edib xalqın bir parçası kimi göstərmək üçün qəbul edirik. Subhanallah, bu çox gözəl bir mənadır. Elə bil ki, bu, bizi o alimlərdən uzaq tutmağın bir bəyanıdır. Bu, sanki əvvəlki çıxışınızda da dediyiniz kimi, sizin kasıbların qılıncı olmağınızın təsdiqidir. Allah səni qorusun, Mahmud. Bu cavab üçün çox təşəkkür edirəm. Təşəkkürlər.